Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər mmu.edu.az saytının təhsil müəssisələrinə qəbul bölməsində təhsil almaq istədikləri müəssisəni seçməli və elektron sənəd qəbulu portalına keçid etməlidirlər. Elektron sənəd qəbulu portalında sənədlər bölməsinə daxil olaraq namizədlər müvafiq təhsil müəssisəsinə qəbul qaydalarını, elektron sənəd qəbulu portalının istifadəçi təlimatını, idman normativlərini, ərizə və anket formalarını əldə edə bilərlər. Qeydiyyatdan keçmək istəyən namizədlər qeydiyyat bölməsinə daxil olaraq açılan pəncərədə istifadəçi qaydaları ilə tanış olduqdan sonra qəbul edirəm düyməsini sıxmalıdır. Növbəti səhifədə şəxsi kabinet yaratmaq üçün müvafiq xanalar doldurulmalı və kabinet yarat düyməsi sıxılmalıdır. Qeydiyyat zamanı istifadə etdiyiniz elektron poçt ünvanına göndərilmiş linkə daxil olaraq şəxsi kabinet aktivləşdirilməlidir. Linkə daxil olduqdan sonra açılan pəncərədə müvafiq xanalar doldurulmalı və sonda kabinet yarat düyməsi seçilməlidir. Bu mərhələdən sonra namizədin şəxsi kabineti yaradılmış hesab olunur. Yeni açılan səhifədə sənəd əlavə et düyməsi sıxılaraq müvafiq sənədlərin elektron nüsxələri sistemə əlavə edilməli və göndər düyməsi sıxılmalıdır. Ətraflı məlumat üçün Ulduz 0811 qısa nömrəsi ilə əlaqə saxlaya və ya mmu.edu.az saytına daxil ola bilərsiniz. Fəxr edəcəyin gələcəyi seç. Sən də sıralarımıza qoşul.